İnnel hamdalillah ve salatu ve selamu ala Resulillah ve sahbihi ecmaîn amma ba'd. El-mevsul yəni lüğətən nəsə birləşdirmək, vəsələ, yəni birləşmiş, birləşdirən mənasındadır. Amma eee, ismi mevsul hansı ki deyək ki, əlləzi, ondan sonra silə olmalıdır. Ondan sonra bir cümlə olmalıdır ki, əlləzini tamamlasın. Yoxsa əlləzi öz-özlüyündə bir kəsik kəlmədir. Mənası tam olmayan bir ləfzdir. Yəni hansı ki. Ondan sonra gərək bir cümlə olsun və o cümlə də silə adlanır. İnşallah bugünkü dərsimiz mərifələrin növlərindən olan ismi mevsuldur. Və İbn Məlik rahmehullah 88-ci beytdə buyurur: Mevsulul əsmai əlləzi əl-unsə əlləti. Burada mevsulu mübtəda götürə bilərik, əlləzini xəbər götürə bilərik və yaxud da əksinə. Deməli, ismi mevsullar əlləzidir və qadın cinsində əllətidir. Burada vav atf vavı düşür və bu şeirlərdə bu atf vavları əksər halda düşürdülür ki, qısa olsun. Sonra vəl-yə izə mə وَالْيَا إِذَا مَا ثُنِّيَ لَا تُثْبِتِ. Deməli, dedi ki, ismi mevsullar əlləzidir, qadın cisimlərinin əllətidir və buradakı yə, bu yə məfulun bihidir. Məfulun bihidir, bu tuthbitə görə. İkilikdə, yəni ikiliyə çevrildikdə, yə ikiliyə çevriləndə düşürdülür və sonuna əlif nun artırılır. Lə tuthbit, yəni ispat eləmirsən, yəni düşürdülür. Bəl, mə təlihi əvlihi aləmə. Əksinə deyəndə, yəni hətta o hərf ki özündən sonra gəlir, onu et, yəni sonda deyir, əvlihi, yəni ələ əvl feilidir, əmr feilidir. Onu əlamət olaraq elə. O nə ki birləşdirirsən, əlləzəni, o əlif nun ki birləşdirmirsən, onu bir əlamət olaraq elə. Yəni rafın əlaməti kimi də misal üçün. Və nun in tuşdəd fələ mələmə. Əgər sən nunu şəddəli eləsən, qınanılmazsan. Yəni əlləzəni, əlləzəyni. Yəni yədən sonra nun şəddəli eləsən, qınanılmazsan. Və nun, yəni bu mübtədadır. Min zeyni və teyni şuddidə bu xəbərdir. Və qəfil burada şeyx mevsuldan keçir ismi işarəyə. Buna istidrad edirlər, yəni tam mövzun olmasa da mövzuya yaxın bir məsələni qeyd edir. Deyir, həzeyni və həteyni, yəni ismi işarə ki vardır, zeyni, teyni. Onun da nunu, oradakı nunu da şəddələr eləyə bilərsən. Həzənni, həzeyni, həteyni, teyni, zeyni eləyə bilərsən. Aydan həmçinin. Və tə'vidun bizəkə qusidə. Yəni bununla, yəni bu təşdidlə, zəkə yəni təşdidlə, qusidə məqsəd odur ki, nəyə qəsd olunur? Tə'vid, əvəz olunması. Yəni sən oradakı yəni ki düşürdümüsən, onun yerinə nunu əvəz etmisən. Yəni məqsəd deyir budur. Bunun yəni fəlsəfəsi budur ki, yəni bu təşdidlə düşən hərfin əvəzi olaraq nədir? Qəsd olunmuşdur. Yanqasumul mevsul ilə ismi və hərfi. Deməli, mevsullar iki yerə bölünür. İsmi və hərfi. Burada sadəcə müəllif ancaq ismi mevsulları yəni qeyd etdi. Var hərfi mevsul. Niyə ismi mevsulları qeyd etdi?
E, hansı ki onlar mərifədir ona görə. Amma hərf-i mövsullar nədir? Mərifə olmadığı üçün və hərf olduğu üçün, yəni onları qeyd etməyib. İndi hərf-i mövsullar nədir? İnşallah onları toxunarıq. Və ləm yəzkur el-müsannim el-mövsulati hərfiyyə. Yəni hərfi mövsulları qeyd eləmədi. Və hiyə xamsatu əhruf. O hərf-i mövsul 5 növdür. Əhəduhə, bunlardan biri ən-məsdəriyyə. Ən-məsdəriyyədir. Tusalu bil fi'li mutasarrif. Deməli, tasarruf olunan feillərə qoşulur. Tasarruf yəni madi, mudari, əmri olan feillərə qoşulur. Madiyan, məsələn, acibtu min ən qamə zeydun. Hə? Ən qoşulubsa, deməli, buradakı min hərfi cərinə əsasən deyiblər ki, bu ən məsdəriyyədir. Ən məsdəriyyədir, çünki min ismə qoşulduğuna görə. Ən qamə, yəni qiyam-ı zeydin. Yəni, acibtu qiyamə zeydin. Zeydin durması xoşuma gəldi. Yəni, bəyəndim. Durmasını bəyəndim. Mudariyə qoşulur, misal üçün. Acibtu min ən yaqumə zeydun. Eyni şeydir bu da. Yəni, acibtu min qiyam zeydin. Nəhvə. Əşərtu ileyhi bi ən qum. Ona durmağını işarə etdim. Ona durmağını işarə etdim. Fə in vəqə bə'də fi'lu qeyri mutasarrif. Əgər həmin o əndən sonra qeyri-mutasarrif feil işlənərsə, nə idi qeyri-mutasarrif burada? Yəni, mudarisi əmri yoxdur. Misal üçün, yəni cəmidlərdə. Misal üçün, ən leysə lil-insani illə mə sə'a. Ən, leysə cəmidlərdəndir. İnsan üçün ancaq nədir? Çalışdığı vardır. Və yaxud da qovluhu təalə və ən əsə ən yəkunə qad iqtarəbə əcəluhum. Yəni, ümid olunur ki, ən yaxın qad iqtarəbə əcəlhum, onların yəni əcəlinin yaxınlaşması görünür. Əslində bu ayənin yəni əcəllərin yaxınlaşa biləcəyinə yəni diqqət yetirmirlərmi? Ayənin önündə belə deyir. Fəhiyyə müxaffəfətun min səqilə. Deyir ki, bu ən, əgər belə görsəz, məsdəriyyə deyil ha. Bu səqilə ki var, ənnə. Hə? O həmin ənnənin ən formasıdır. Ən formasıdır. Və minhə ənnə və tusilu bi ismihə və xəbərhə. Və minhə nədən? Minhə, yəni hərfi mövsullardan. Mövsulətul hərfiyyə yoxdur. Onlardan biri də ənnədir. Tusilu bi ismihə. O nəyə qoşulur? Qoşulur öz isminə və xəbərinə. Nədən fərqli olaraq? O ən vara, ən müxaffəfə. Ən müxaffəfə onun ismi həsf olunur. Damir-i şə'nisi həsf olunur. Amma ənnədə həm ismi, həm xəbəri yerindədir. Nəhvə acibtu min ənnə zeydən qaimun. Min ənnə zeydən qaimun. Yəni, eyni şeydir. Acibtu min qiyamı zeydin. Min qiyamı zeydin. Çünki demişdi ki, ənnə öndə gələndə, ortada gələndə, yəni öndə gələndə innə olur. Hər bir halda ənnəni məsdər kimi tərcümə etmək lazımdır. Yəni, bu diqqətli olun qardaşlar. Çox vaxt səhv edirlər. Yəni, innə zeydən qaimun nə deməkdir? Həqiqətən zeyd ayaq üstədir. Ayaq üstədir. Amma ənnə zeydən qaimun isə həqiqətən zeydin ayaq üstə durması dayanırsa. Cümlə bitməyib. Düzdür, ənnə ilə innə müştərəkdir, yəni təkiddə, tövkid olmasında. Amma ənnə innədən bir addım irəlidədir, məsdəriyyədir. Yəni məqması, məsi kimi şəkilsi artırmaqla fikrimizi tamamlamalıyıq. Və minhu qavlu Teala əvələm yəkfihim ənnə ənzəlnə. Yəni mənası nədir? Əvələm yəkfihim inzəlunə.
Yani bizim endirdiyimiz onlara kifayət etmirmi? Yəni inzəlunə yəkfihimin failidir. İnzəlunə. Və ən muxaffəfə kəmuthəqqalə. İndi şeydən əndən danışır. Ən deyir hansı ki muxaffəfə, yəni şəddəsiz, müthəqqalə kimidir? Şəddəli kimidir? Şəddəli kimidir? Nə cəhətdən? İndi onu deyir. Tusəlu bi əsmə bi ismihə və xabirhə. Yəni ənnə lakin ismi yakunu hə. Ən deyir isminə və xəbərinə qoşulur. Lakin ismuha yakunu məhsufən. Amma onun ismi düşmüş olur. Yəni həsf olunur, damir şə'n olur da. Yəni sanki ənhudu sanki sadəcə o damir şəni məhsuf olur. Və ismu müthəqqələ məzkurən. Amma ənnədə isə, şəddəlidə isə onun ismi zikr olunmuş olur. Aydın oldu. Bir də onu da deyim ki, qardaşlar, bu hərf-i mövsulda onun da siləsi var. Mövsulsa silası var da. Yəni sol tərəf onun silasıdır. Ona aid olan silaya yadınıza salın ki, sağda, yəni tutaq ki, ənnə, indi götürəcəyimiz key, onlardan sağ tərəfdəki, yəni qabləhə, yəni qabləhələri bunların bəğdəhənə təsir eləyə bilməz. Aydındır? Mə qabləhə, qabləhədəki olan deyək ki, hərfi cər, hər hansısa bir nasb edicilər mə bəğdəhunə təsir eləyə bilməz. Ümumi hamısını bir yerdə komplekt təsir eləyə bilər. Yəni ən deyək ki, hərf-i mövsulə ilə onun silası ilə hamısını bir yerdə deyək ki, fi məhəllə cər, fi məhəllə nasb eləyə bilər. Amma hərf-i mövsuldan sonraki onun silasına hərf mövsulədən əvvəl hansısa bir hərfi cər onun silasına təsir eləyə bilməz. Nə üçün? Bunu tez-tez sual verirlər. Görürsən ki, sual verirlər ki, tutaq ki, və qaydaq indi burada misala misal üçün götürək. Acibtu min ən qamə zeydən. Min ən yaqumə zeydu misal üçün. Bir də görürsən ki, elə bir cümlədir ki, burada indi zeyd deyək ki, cər halında olur. Hansısa bir cümlədə. İndi burada uyğun deyil, sadəcə düzdür, kobud misalda, amma başa düşmək üçün deyirəm. İndi tam fikrimə gəlmir hansısa cümlə. Zeydin tutaq ki, cər olur və əndən öndə də bir hərfi cər var. Və deyirlər ki, sual verirlər ki, bəs müəllim, burada zeydə bu min təsir eləyib, yəni min ən yaqumə zeydin olub. Cavab odur ki, xeyr, heç vaxt elə ola bilməz. Yəni bu mövsulların silasına mövsuldan qabaqçılar təsir elə bilməz. Bu başqa bir respublikadır. Bunların özünün sərhədi var. Aydındır? Bunun daxili işlərinə heç kim qarışa bilməz. Bu bir nədir? Komandadır. Aydındır? Yəni əgər bunun silası tamamlanıbsa, bu hərfi cərlər və yaxud da hansısa burada fe'lər bunların içindəki nasblığına, cərliyinə təsir edə bilməz. Ümumi komplekt olaraq bəli, deyə bilərsən ki, fi məhəllə cər və yaxud da ki, nəsə deyə bilərsən. Və bu şeyə diqqətli olun, çünki irab zamanı bu cür xətalar olur. İrabda da o cür xətaların olması o deməkdir ki, tərcümədə də özünü biruzə verəcək. Deməli, və minhə, yəni mövsul hərfiyyədən key və tusəl bi fe'l mudarif fəqat. Bu yalnız mudarif fe'linə qoşulur. O birisilər isə madi dedi ki, mudari və əmrə qoşula bilir. Misal üçün, ci'tu likey tukrimə zeydən. Ci'tu li ikramikə zeydən. Zeydə ikram etdiyinə görə gəldim. Və minhə mə və təkun məstəriyyən zarfiyyən. Və bunlardan yəni əl-mövsullətül hərfiyyədən biri də mədir.
Bu məsdəriyə və zarfiyyə mənasında olan. Misal üçün, la əshabuka mə dumtə muntaliqa. Yəni, la əshabuka, səninlə yoldaşlıq etməyəcəm, müddətə davamikə muntaliqa. Muntalik nədir? Ayrılıb getmək də. Yəni, nə qədər ayrılıb gedirsən, o müddətcə səninlə dostluq etməyəcəm. Və qeyri zarfiyyə kimi də istifadə oluna bilir. Yəni, bu məsdəriyə zarfiyyə də ola bilər, qeyri zarfiyyə də ola bilər. Misal üçün, acibtu mimmə darabtə zeydən. Yəni, min darbikə zeydən. Yəni, sənin Zeydin vurmağı mənə xoş gəldi. Və tusəlu bil madi kəmə müthilə və bil mudari nəhvə deməli, madiyə qoşulur, necə deyil, misal gətirildi və mudariyədə həmçinin, misal üçün, la əshabuka mə yaqumu zeydun. Eyni şeydir, yəni müddətə qiyamı zeydin. Müddətə qiyamı zeydin. Və acibtu mimmə tadribu zeydən. Yəni, eyni ilə, yəni darbikə zeydən. Və minhu bimə nəsu yevməl hisəb. Yəni, bi nisyanihim yevməl hisəb. Qiyamət gününü unutmaqlarına görə. Nisyanihim. Yəni, mə nəsu nisyanihim. Deyə bilərsiniz ki, hunu hardan çıxartdı? Nisyanihim. Baxıram ki, nəsu onun failini üzə çıxardırıq. Necə ki, yuxarıdakılarda da faillərini üzə çıxartdıqda, yəni, misal üçün, tadribu, yəni, əntə tadribu da, onda nə deyilir? Darbukə. Aydındır. Ədrib olsaydı darbi olardı. Aydındır. Yadribu, darbuhu. Yəni, onun failini məsdərlə izafə edirik. Sonra və bil cümlətil ismiyyə. Və cümlətil ismiyyə də qoşulur. Burada elə bir ki, vav atf olunub tusəliyə. Aydındır. Sanki elə bir ki, cümlə belədir ki, tusəlu bil cümlətil ismiyyə. İsmi cümləyə də qoşula bilir. Və diqqətli oluna. İsmi cümlə düzdür, bu nadir az olur. Tam nadir deməzdim. Nəhvə, acibtu mimmə zeydun qaimun. Yəni, baxın, zeydun qaimun, əslində mübtəda xəbərdir, elədir. Mə burada ismi cümləyə qoşuldu. Ki, yəni, eyni tərcümədə acibtu min qiyamı zeydindir. Və lə əshabuka mə zeydun qaimun, yəni müddətə qiyamı zeydin. Və lə əshabuka müddətə qiyamı zeydin. Kimi bu cürdə olur. Və huvə qalilun və bu az işlənir. Və əksəru mə tusəlu zarfiyyə məsdəriyyə bilmədir. Yəni, zarfiyyə məsdəriyyə mənasında olan mə madiyə qoşulur, əv bil mudariyə qoşulur. Amma necə? Bin mənfi ləm. Ləm ilə. Yuxarıda düzdür, ləm olmadan gətirdi mudariləri. Amma ən çox, yəni ləmlə işlənir. Misal üçün, nəhu lə əshabuka mə ləm tadrib zeydən. Lə əshabuka mə ləm tadrib zeydən. Ki, müddətə adami darbikə zeydən. Lə əshabuka müddətə adami darbikə zeydən. Sonra və yaqillu vəsluhə. Yəni, məsdəriyyə zarfiyyə bil fe'li mudari əlləzi leysə mənfiyyən biləm. Yəni, deyir ki, bunun mudari ləm mənfi olmadan bu məsdər zarfiyyənin qoşulması azdır. Nəhu, misal üçün, yəni bu az olanlardan, hansı ki, yəni nadir hallarda qoşulur. Lə əshabuka mə yaqumu zeydun kimi və buna da bir şeirdən dəlil gətirir. Və şeirdən utavvifu mə utavvifu thummə əvi ilə beytin qaidətuhu ləkə'i. Gəzirəm, dolaşıram. Yəni, dolaşdığım müddətcə, yəni mə utavvifu əslində dəlil hissəsi buradır. Yəni, ləmsiz gəlib. Zərfiyyə, yəni gəzdiyim qədər gəzirəm, sonra deyir əudu, qayıdıram ilə beytin, evə.
İndi evin sifətini deyir burada. Bu qaidetuhu leka'in beytinin nə'tıdır. Elə bir evə ki, orada deyir oturan çirkin, tənbəlin biridir. Yəni qadını deyir. Qadını vəsf edir. Hər bir halda burada mə utavvifu nədir? Məsləriyyədir və ləmsiz gəlib. Və minhə onlardan yaxşı bitirə bilərik görək. Yəni mövsul hərfiyyədən ləv tusəlu bil madi. Madiyə mudariyə qoşula bilir. Madiyə qoşulanda nəh vadittu ləv qamə zeydun. Vadittu yəni xoşladım. Nə? Qiyamə zeydin yəni. Qiyamə zeydin. Buradakı qardaşlar bu ləv ki var. Ləv məstəriyə kimi olanda, bunu alimlər deyir ki, vaddə feili ilə çox vaxt gəlir. Vaddə feili ilə, çünki lövün mənası nədir? Bəzən ilə mənasındadır, bəzən illə mənasındadır, bəzən də əgər mənasındadır. Amma məstəriyə kimi deyirlər ki, vaddə feili ilə işləndikdə məstəriyə mənasını verir. Və bil mudari nəhvə vadittu ləv yaqumu zeydun. Ləv yaqumu zeydun kimi misallar gətirir, eyni tərcümə eyni. Qovlu musanif mövsulül əsmə, mövsul əsmə deyəndə musanifin sözü ilə, yəni İbn Məlikin sözü ilə, ehtirazı min mövsulül hərfi, hərfi mövsullar istisna olunmuşdur. Nə üçün? Dedik ki, çünki burada dərs mərifələrdən söhbət gedir. O cəhətdən bunu ixtiraz etmişdir. Və huvə ən və ənnə və key və mə və ləv. Və aləmətuhu sihhətu vuqu'il məsdəri mövqi'əhu. Yaxşı, bunların əlaməti nədir? Yəni ki, necə bilinir ki, bu məsdərdir? Yəni, hərfi götürsən, onun yerinə məsdəri qoymaq yararlı olur. Yəni, yararlı olması onun əlamətidir. Onun əlaməti neymiş? Yararlı olsun, nə vaxt? Yəni, məsdəri onun yerinə qoymaqla. Nəhvə, vadittu ləv təqumu deyəndə, ey qiyaməkə. Niyə qiyaməkə dedi, qiyaməhu demədik, qiyami demədik, qiyaməhum demədik? Niyə? Çünki təqumu gəldi. Qeyd edirsən orada. Təqumu gəldi. Qeyd etiriz, aparım. Həmişə arxayın olub ki, videonu təzədən qoşacam, YouTube'dan baxacam. Qeydiyyatımızı isti-isti qeydlərimiz edin. Sonra da sual çıxanda dərsdən sonra verin. Deməli, götürdük ki, təqumu olanda bildik ki, burada tə, damir, mustatir əntədir və ona görə qiyaməkə, kəni üzə çıxartır. Acibtu mimmə təsnə. Yəni, sunu'kə. Sənin etdiyinə, düzəltməyindən xoşum gəldi. Nəsə düzəltmirsən, nəsə yaratmırsan, ərsiyə getmirsən. Və cihtu likey əqra. Gəldim nə üçün? Li qiraəti. Oxumağıma görə gəldim. Oxumağım üçün gəldim. Yəni, əqra olduğuna görə qiraəti. Təqra olsaydı qiraətikə. Aydındır. Bu cür. Yəqra olsaydı, burada əslində nasibdadır. Çünki likey əqraə. Yəqra olsaydı, yəni qiraə li qiraətihi. Və yu'cibuni ennəkə qaimun. Eyni, yəni yu'cibuni qiyaməkə. Və uridu ən təqumə. Yəni uridu qiyaməkə. Və qəd səbəqə zikruhu. Bunlar zikri keçdi. Və əmməl mövsul ismi fəlləzi lil mufrad el-müzəkkər və ləti lil mufradəti müənnəth. Əlləzi isə dedik ki, kişi cinsinin təkinə, əlləti qadın cinsinin təkinə aiddir. Fə in sənnəytə, əgər ikilik etsən, ikiliyə çevirsən, əsqatdə əl-yə və ətəytə məkənəhə bi əlif fi halətir raf. İkiliyə çevirsən, deməli raf halı üçün, raf halında yəni düşürdürsən, yəni əlləzinin yəsini düşürsən, onun yerinə əlif qoyursan. Misal üçün, əlləzəni və ləthəni olur. Və bil yəyi fi halətil cər və nasb. Yəyi ilə isə, yəni olması isə nasb və cərə aiddir.
فتقول الذين واللتين kimi. وإن şi'te şeddette nune ivadan anil ya mahsub. O düşmüş yenin əvəzinə istəsən, nədir? Nunu şəddəli edə bilərsən. Fəqultə əlləzənni vəllətənni. Və qad quriyə, bəzən qirayətlər olub ki, Quranın belə bir qirayəti var. Vəllezənni yə'tinihə minkum. Və yəcuz ət-təşdid əydən mə'al yə. Həmçinin yənin olmasıyla da təşdid eləmək olar. Və huwa məsəb kufiyyun fətəqulu. Küfərlər belə deyib ki, əlləzəyni vəlləteynni. Və qad quriyə və bu cürdə Quran qirayət olunub. Rabbənə ərinə, burada kəsrəlidir. Ərinə əlləzəyni. Bitəşdidin nun. Yəni nun şəddəli oxunur. Və həzə ət-təşdid yəcuz aydan fi təsniyyəti zə və tə ismi işarə. Bu iki ismi işarədə də həmin nun şəddəli icazəlidir. Fətəqul zənni və tənni. Və kəzəlikə mə'aliyə. Həmçinin yə ilə bir yerdə. Fətəqul zeyni və teyni kimi. Və huvə məzhəbul kufiyyin. والمقصود بالتشديد أن يكون عوضا عن الألف محذوف كما تقدم في الذي والتي. Və burada da şəddənin qəsdi burada düşmüş əlifin əvəzinə qoyulub. Necə kidir? Əlləzi, əllətidə bu məsələni qeyd etdik. Və burada bu sıxıma ənval mövsul, mövsul hərfi, mövsul ismi, yəni əlləzi, əlləti, yəni bunlar yəni çoxdur inşallah hazır götürəcək. Ən, ənnə, key, mə, ləv kimi hərflər də var. Subhanəkallahum bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.